1977-ci il Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə hər il 18 may dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Azərbaycan Milli İncəsənət Muzeyi də hər il olduğu kimi bu ildə qapılarını ziyarətçilər üçün açıq elan edib. Gələn ziyarətçilər muzey ilə bağlı təəssüratlarını bölüşüblər. Çox xoşuma gəlir və təəssüratlarım da böyükdür. Çünki burada sərgilənən rəsm əsərləri, heykəllər elə oradakı motivlər də indiki dövrlə uzlaşır, təqdirə layiqdir və ümumiyyətlə düzdür, ildə bir dəfə bu keçirilir, yəni muzeylərin ildə bir dəfə açıq qapı elan olunması, amma düşünürəm ki, bir gün azdır, yaxşı olardı ki, ümumiyyətlə hardasa 1-2-3 gün bu davam eləsin. Çünki bura gələn tələbələr də, şagirdlər də çoxdur. Düşünürəm ki, həm də insan çoxluğundan, yəni 3 gün olsaydı daha yaxşı olardı. Yəni hamı çatdırıb baxa bilərdi, biraz da sıxlıq olmazdı. O cəhətdən yəni çox xoşuma gəldi və təşəkkür eləmək istəyirəm. Ümumiyyətlə bunu təşkil edən həm dövlətimizə, həm muzeylərin rəhbərliyinə ki, yaxşı ki bunu təşkil edirlər. Mən birinci dəfədir muzeyə gəlmişəm və valideynlərimlə gəlmişəm. Anam məni gətirdi və mən öyrənmək istəyirdim, incəsənətdə nələr var. Onlara görə gəldim və baxmağa. Burada çox maraqlı şeylər var. Onlardan biri də məsələn rəssamları gördüm, rəssamların çəkdiklərini gördüm, heykəlləri gördüm, baletləri gördüm, nə qədər şeylər gördüm. Təəssüratlarım çox yaxşı, çox gözəl. Bugün mən bura tək gəlməmişəm. 270 saylı məktəbin şagirdlərini gətirmişəm. İncəsənətə maraqlı olan şagirdlər bu günləri çox möhtəşəm bir gün keçirdilər. Həm də bu günləri Muzeylər Günü olduğuna görə biz ödəniş etmədən baxdıq. Bu da imkanı çatmayan uşaqlar da gəldilər, baxdılar. Çox şagirdlər üçün gözəl bir gün oldu. Yəni mən təşəkkür edirəm bu günü təşkil edənlərə. Biz bu günə gəlmişik Azərbaycan Milli İncəsənət Muzeyinə. Çox yaxşıdır. Çoxlu orada gəzdik, muzeylərlə tanış olduq şəkillərlə. Orada çoxlu balaca qəşəng miniatür şəkillərlə də tanış olduq. Çox gözəl. Hətta orada 9 zaldan ibarət idi. Çin muzeyi, İran, Rus. Çox qəşəng. Mən bir 3 dəfədir bura gəlirəm. Eşitdim elə nəvələr də götürdüm, gəldim. Çox maraqlı idi. Birinci də hədisimi neçə ildir Bakıdaydım. Bura indi gəldim. Çox maraqlı. Bayaqdan gəzirik. Uşaqlarla şəkil çəkdirəm. Çox mənə belə qane elədi də. Çox sağ olun ki, bu şəraiti düzəldirlər. Biz də gəldik, hamısına da baxdım. Çox razıyam, sağ olun. Razı da çıxdım, nəvələrlə bir yerdə gedirəm. Biz bugün İncəsənət Muzeyinə gəlmişdik ekskursiyaya. Belə ekskursiyalar biz şagirdlər üçün çox faydalıdır ki, ekskursiyaya gedərkən rəssamların düzəltdiyi miniatürlər, rəssamların seçdiyi əsərləri yaxından görmək bizləri çox heyran edici. Kitablarda, dərsliklərdə keçdiyimiz rəssamların əsərlərini də biz burada daha yaxından görmüş olduq. Təşəkkürümü bildirirəm. Mən bu İncəsənət Muzeyinə dəfələrlə gəlmişəm. Hər dəfə gələndə də baxıram, daha təzə bir şeylər, yeni bir şeylər görürəm. Çox xoşuma gəlir. Dövlətimizdən də razıyam bu barədə ki, belə tarixi əsərləri qoruyub saxlayırlar. Yəni, çox bəyəndim. Xalqımıza çatdırılır, xalqımızın keçmişdəki sənəti, əl işləri, yəni bunların qorunub saxlanılması çox gözəldir. Bəyəndim və yenə dəfələrlə mən bura gəlməyə hazıram, gələcəm də, baxacam. Muzeydə əsərlərin nümayişi ilə yanaşı müxtəlif master-klasslar və tədbirlər keçirilib. Azərbaycan Milli İncəsənət Muzeyi.